müəllim, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri olaraq, mən elə gəlir ki, Azərbaycanda ən tanınmış bir təşkilatın rəhbəri olaraq, bugün Azərbaycan dünya meydan oxuyan bir dövlətə çevrilibdir. Qalib bir ölkədir. Qalibiyyətimizlə bağlı nə deyərdiniz? Təşəkkür edirəm. Mən heç zaman istəməzdim ki, Azərbaycan dünyaya meydan oxusun. Meydan oxuyanların axırını görmüşük. Azərbaycan öz sözü ilə, öz sambalı ilə, öz ətrafı ilə, imkanları ilə olduğu kimi olsa daha yaxşı, nə gözəl. Azərbaycan 30 illik bir mücadilədən sonra öz haqqına qovuşdu. Ədalətli haqqına qovuşdu. Bildiyiniz kimi 80-ci illərin axırlarında Azərbaycana qarşı məkirli əllər uzandı. Bizim torpaqlarımızın işğal olunması üçün, Azərbaycanı öz cəngində saxlaması üçün bəzi ətraf qonşular bu müharibəni, bu savaşı başlatdılar. Və 30 il faktiki olaraq Azərbaycan tək başına bu mücadiləni apardı. Bir gün də olsun barışmadı bu işğalla. Azərbaycana qarşı edilən haqsız baskılarla bir gün də olsun barışmadı. Və şükür biz 20-ci ildə 44 günlük müharibə ilə biz şəhidlərimizin intiqamı alındı, torpaqlarımız geri qayıtdı. İndi insanlar bu yerdən bir zaman gözü yaşlı, didərgün düşən insanlarımız bugün öz yurduna, yuvasına qayıdırlar. Əlbəttə, işğaldan azad olunandan sonra yurtdan, yuvadan söz danışmaq yeri deyil. Yəni, hər şeyi dağıdıblar. Çox vandalcasına talan olunubdu, viran olunubdu. Bütün 20% Qarabağ torpaqları altı üstünə çevrilibdi. Amma Azərbaycan hökuməti, Azərbaycan xalqı öz dayanışması ilə böyük infrastruktur layihələri həyata keçirilir o bölgələrdə. Laçına, Ağalıya, Zəngilana, Füzuliyə, su qovşana artıq insanlarımız qayıdırlar. Əlbəttə, yeni qurulmuş və bir-birindən gözəl olan mənzillərə qayıdırlar. Və indiyənə qədər böyük vəsaitlər xərclənib. Mənim bildiyim qədər 13 milyarddan yuxarı böyük vəsait xərclənib. Özdə Azərbaycan tək başına bu işləri eləyir. 2026-cı ildə artıq 140 mindən yuxarı insanın dönüşü gözlənir. Dünyanın gözünün qarşısında. Əlbəttə, buna dostlarımız sevinir, düşmənlərimiz kök götürürlər. Doğru. Umud müəllim, 30 il bundan əvvəl bu təşkilatı yaratdınız və dünyaya bir pəncərə açdınız. Azərbaycandan bir pəncərə açdınız. Və orada xarici ölkələrdə səfərlərdə oldunuz. Xarici ölkələrin mətbuatını Azərbaycana dəvət elədiniz. Çox işlər görmüsünüz. Mən sizin bu binanın həyətindəki şəkilləri, rəsmləri gördüm, heyran oldum. Yəni bu günləri siz bir qalib ölkənin qalib vətəndaşı olaraq öz üzərinizdə nə dərəcədə o bir vətəndaşlıq borcunu hiss eləyirsiniz ki, mən bu borcu yerinə yetirdim? Bilirsiniz, vətəndaş borcu, vətən qarşısında olan borc tükənməzdir. Heç bir insan həyatının sonuna qədər nə qədər çaba göstərsə belə, demək olmaz ki, belə də mən bitirdim. İnsan son nəfəsinə qədər ana üçün, vətən üçün çabasını əsirgəməməli. 31 il bundan əvvəl bu təşkilatı biz qurduq və sizə deyim ki, bu 30 ildə mən bir anda fəaliyyətsiz dayanmadıq biz.
Zaten izləyirdik, görürdük, Hem, bilirdik. hem teşkilatımız inkişaf elədi, hem əlaqələrimiz genişləndi. Beynəlxalq təşkilatlarda təmsil olunmağa başladıq. Çoxsaylı beynəlxalq təşkilatlarda. Ən müxtəlif ölkələrdə ölkəmiz adına törənlər qoyduq, tədbirlər keçirdik. Bizim ofisin həyətindəki şəkillərdən danışdınız. Bizim ofisə gələn insanlar da, yəni düşmən ölkənin, deyək ki, ölkəmiz haqqında fərqli fikirlərdə olan, münasibətlərdə olan insanlar bizim ofisin həyətində biraz dolaşdıqdan sonra onlar fikirləri dəyişirdi hər zaman. Tək Azərbaycanda deyil, dünyada müharibələr gedir. Ukrayna, Rusiya müharibəsi, İsrail-Fələstin müharibəsi. Bax, İsrail bilirsiniz ki, Azərbaycana nə qədər diqqət göstərdi, müharibə vaxtı nə qədər bizə kömək elədi. Təbii ki, Türkiyənin istisna, Türkiyə dövlət bizim qardaşımızdır, böyük qardaşımızdır. Yəni prezidentlərin dostluğu, qardaşlığı, ölkələrimizin bir-birinizə olan münasibəti, sevgisi bu başqa bir məsələ. İsrail-Fələstinlə bağlı nə deyərdiniz? Bilirsiniz, bu qlobal bir problemdir, bəşəri bir problemdir. İsrail, bilirsiniz ki, İsrail dövləti yaranarkən BMT-nin müxtəlif vaxtlarda həm də qərarları olubdur, deməli, Fələstin dövlətinin yaranması ilə bağlı. Amma çox təəssüf ki, belə bir dövlətin yaranmasına hələ izin verilmir, rəvac verilmir. Yəni, orada, o bölgədə iki dövlətin yaranması söz konusudur bugünlərsə. Fələstin öz müstəqilliyinə qovuşmaq istəyir, öz dövlətini qurmaq istəyir. Bu, onun haqqıdır təbii ki. Şah xanım, dünya, bilirsiniz, maraqlarla idarə olunur. Çox təəssüf ki, baxmayaraq ki, Birləşmiş Millətlər Təşkilatı var, onun təhlükəsizlik şurası var, qəbul etdiyi qərarlar var. Bəzən lazım olanda icra olunur, bəzən heç icra da olunmur və heç belə diqqətə alınmır. 4 rezolüsiya var idi. Azərbaycanla bağlı Ermənistan ordusunun həmən işğal etdiyi torpaqları tərk etməsi üçün. Əgər bu qərarlar icra olunsaydı zamanında, bu 30 il çözülməmiş qalmazdı, bu qədər qanlar tökülməzdi. Fələstində də bu problem eyni ilə qalmaqdadır və beynəlxalq güclərin marağı ilə baş verən bir savaşdır. İstərdim deyəm ki, Allah bu beynəlxalq güclərə biraz insaf versin, ədalətli olsunlar. Bu tökülən qanları, öldürülən çocukları, uşaqları, qadınları göz önünə alsınlar, mərhəmət etsinlər. Bu prosesin bu cür davam eləməsi bütövlükdə dünyanın özü üçün çox böyük təhlükədir. Doğru. Azərbaycan da ən son 30 ilinin qaynar nöqtələrindən biriydi. Şükür ki, burada çox böyük savaşlar ola bilərdi. Beynəlxalq, deyək ki, güclərin toqquşduğu bir məkana çevrilə bilərdi. Çox şükür ki, Azərbaycanın lideri, Ali Baş Komandanı böyük uzaq görənliyinə, öz, deyək ki, nəyin nə vaxt olacağını görməyi ilə, öngörücülüyü ilə bu Azərbaycan xalqını bu qalibiyyətə qovuşdurdu. Biz bu 30 ilin üzqaralığından qurtaldıq. Yəni bütövlükdə təkcə Azərbaycan xalqı xilas olmadı, həm də region böyük eskalasiyalardan qurtardı, belə deyə bilirəm. Haqlısınız. Müəllim, bilirsiniz, Ali Baş Komandan haqqında danışdınız. Bilirsiniz, əslində belə olmalı idi. Çünki ulu öndərimizin siyasəti o qədər güclü, o qədər dəyərli, o qədər Azərbaycan xalqı üçün bir ana xətti ki, biz, ümumiyyətlə, siz gözləyirsiniz nə vaxtsa ki, bu qalib ola bilərik. Mənim çoxsaylı dostlarımla həmişə çoxsaylı mübahisələrim olub. Və kim ki bu savaşda bizim uduzmağımız haqqında bir balaca fikir söyləyib, mənim xətrimə dəyib.
və mən bir anda deyək ki, Ümidinizi itirməmişdiniz. ümidimi itirməmişdim və sizə deyim ki, Gözləyirdiniz o an. 44 günlük müharibədən bir ay təxminən öncə mən hətta sosial şəbəkədə bir status yazmışdım ki, mən barmağımı damarımın üstünə qoyub mən vaxtı sayıram. Dəqiqələri sayıram ki, biz bugün sabah artıq torpaqlarımız geri qayıdacaq. Bilirsiniz, bunun üçün onu istəmək, o yurdun, yuvanın nə olduğunu fərqinə varmaq lazım idi. Son 30-35 ildə bir anda bu savaşdan kənar olmadım. Biz 100-dən çox təkcə 1-ci Qarabağ müharibəsində bizim təşkilatımız 100-dən çox jurnalisti Qarabağ bölgəsinə gətirdi. Qaçqınların məskunlaşdığı vaqonlarda, çadır düşərgələrində, əskərlərin durduğu səngərlərdə onların səfərlərini biz dəstək verib, aparıb göstərmişik. Bəli, yadım. Nəyin nə olduğunun fərqinə varmaları üçün nə mümkündür onu elədik. Və elə 2-ci Qarabağ müharibəsinin özündə də, yəni 44 günlük müharibədə də bizim əməkdaşlarımız Tərtər ofisi bir anda bağlanmadı. Baxmayaraq ki, hər gün bizim ofisin böyür başına mərmilər düşürdü. Və bir neçəsi də elə ofisimizin binasına zədə gətirmişdi. Mənim özüm o 44 günün 44-ünü də Əl-Cəzirə televiziyası ilə birlikdə ön cəbhədə xarici jurnalistlərlə hər gün demək olar ki, ön cəbhədən ölkəmizlə bağlı reportajların yayılması üçün çabalar göstərirdik. Digər tərəfdən İcma Mina Aksiyası komandası var ki, onlar da o yerə düşən mərmiləri, patlamayan hərbi sursatları məhv etməklə məşğul idilər. Sizin təşkilatınız ümumiyyətlə gördüyü bu 31 illik fəaliyyəti ilə bağlı, mən bilirəm kitab yazılıbdır, kitabınız var, Qalib ölkənin qalib və ən tanınmış təşkilatı olaraq neynədiz? Bizim yüzlərlə, minlərlə ölkə gündəmini zəbt eləyə biləcək fəaliyyətlərimiz olubdur. Biz bunların heç birini tirajlamadıq. Biz çabalarımızı göstərdik. Bugün də o fəaliyyətlərimizi davam etdiririk. Mənim cənab prezident ilə bir neçə dəfə görüşlərim olubdur və hər dəfə o isti münasibəti mən yuxarıdan hiss eləmişəm. Fərqinə varmışam. Bilirəm ki, bu 30 ildə göstərdiyimiz çabalar lazım olan yerlərdə kifayət qədər məlumatlar var. Yəni o münasibətin özü gözəldir. Mən hesab edirəm ki, görməli işlərimiz çoxdur. 31 ildir siz vuruşursunuz. Azərbaycanın keçmişini, Azərbaycanın işğaldan azad olunan həmin o rayonları, bölgələri dünyaya çatdırmaqla məşğulsunuz. Buna da vuruşmaq deyirlər. Və 31 ildən sonra işğaldan azad olunmuş həmin doğulduğunuz, boya başa çatdığınız, gəncliyinizi yaşadığınız, o ilk addımlarınızı atdığınız bölgədə prezidentlə görüşmək sizə necə təəssürat yaratdı? Mənim uşaqlığımın bir parçası da Zəngəzurda keçibdi. Mənim anam Zəngəzur qızıdır. Qarakilsədəndir. Və mən istərdim ki, bir zaman gəlsin, biz cənab prezidentlə biz orada da görüşək. İnşallah. Xalqımız bütövlükdə xoşbəxt xalqdır ki, Azərbaycanın bu çətin dövrünə Ulu Öndər sahib çıxdı. Hər gün onun o efirdə səsləndirdiyi, mən özüm qədər İlham Əliyevə inanıram deyən atamın, ölkə ağsaqqalının, prezidentin səsi sizə deyim ki, bu ötən dövr ərzində hər gün qulağımda səslənib və ölkəmizin gözəl gələcəyinin olacağına daha çox bizi ümidləndirir. Siz dediniz ki, ananız Zəngəzurludur. Qərbi Azərbaycan təşkilatı var, Zəngəzurla bağlı müəyyən proqramlar var, layihələr var. Siz Zəngəzurla bağlı nə deyə bilərsiniz? Zəngəzur dəhlizi. Zəngəzur təbii ki, həyatımızın bir parçasıdır mənim. Bu region, bu bölgə bizim dədə-baba torpaqlarımızdır. İnsanlarımız gedib gəlməlidirlər, sərbəst gedib gəlməlidirlər.
və istədiyi vaxt gedib gəlməlidirlər. İlk öncə mən düşünürəm ki, Qarabağ öz simasına qayıtmalıdır. Dünyanın ən gözəl cənnət məkan yerlərindən biri olacaq Qarabağ. Dünyanın ən müxtəlif platformalarında biz iştirak edirik, çıxış edirik. Azərbaycanın haqq səsini çatdırmağa çalışırıq. O yüzden Azərbaycanda bu gün vətəndaş cəmiyyəti qurumlarının inkişafına, dinamikasına böyük ehtiyac var. Cənab Prezidentin də çağırışları vətəndaş cəmiyyəti qurumlarının inkişaf etməsinə yönəlişdir. Bilirsiniz nəyi mən müşahidə elədim sizin ofisinizdə? Müxtəlif millətdən nümayəndələr var idi. Təbii ki, yəni xüsusən təşkilatın adı ilə, sizin gördüyünüz fəaliyyətlə, mən elə 30 ildir sizi sosial şəbəkələrdən izləyirəm, tədbirlərinizin bir neçəsində olmuşam, bilirəm. Bax, müxtəlif ölkələrin nümayəndələri ilə necə işləyirsiniz? Onlar sizdən razı qalırlarmı? Siz onları necə təmin edirsiniz? Bu təşkilat qurularkən 80-ci illərin axırları, 90-cı illərin əvvəlləri mənim bir Lada maşınım var idi. Ben onları qarşılayardım aeroportdan. Bəzən çoxunun biletini də özümüz alardıq. Sonra da o maşınla mən onları Qarabağa alardım. Görüşlərini təşkil edərdim. Lazım olan, deyək ki, ədəbiyyatla təmin edərdik. Veliçkanın o zaman çap olunmuş bir kitabı var idi, Qarabağla bağlı. Mən o vaxtlar mağazalardan demək olar ki, o kitabın böyük əksəriyyətini yığıb evimdə hər gələn qonaqlara və yaxud səfərlərdə təqdim edirdim. Və eyni zamanda həmən o maşınımızla da bütün Qarabağı demək olar ki, qarış-qarış. Bəzən güllə altında, yağış altında olurdu. Müəyyən kadrlar var bununla bağlı. Bir neçə il bundan qabaq Macarıstan jurnalistləri 30 il bundan əvvəl apardıqları çəkilişləri mənə özləri göndəriblər. Yəni, bilirəm ki, dünyanın müxtəlif ölkələrində, məsələn, Baltikanı ölkələrdə, Avropa ölkələrində o cür kadrlar bugün də qalmaqdadır. Təəssüf ki, o vaxt bizim imkanlarımız yox idi, texniki imkanlarımız yox idi ki, o kadrları özümüzdə saxlayaq. Yəni, sizi Umud müəllim, xalqın adamı adlandırırlar. Və bu xalqın adamı, cəmiyyətə olan diqqət, sevgi, qayğı və bunların bu vəhdəti olaraq dövlət sizi qiymətləndiribmi? Kənardan əgər məni bu cür dəyərləndirirlərsə, mən kifayətdir. Çox sağ olun. Təşəkkür edirəm sizə. Sağ olun.